39.000 manat verdim. 39.000 verirsən, 3 otaqlı sənə ev verirəm. Asfalt, qapının ağzına qədər asfaltdır. Hökumət dairəsinə də yaxındır. Qobi yoluna da yaxındır, Megasolun arxasında da. Hər iki tərəfdən yolu var. Bir dənə burada çox ki, 2 pəncərəsi var. Bir böyük pəncərə, bir də belə pəncərə. 2 pəncərəsi var burada. Buradan gəldi. Bir dənə burada qəşəng yataq otağıdır. Zaldır. Bir dənə burada geniş zaldır. Qaranlıqdır. Lampoçkası xarab olub. Kombinin bütün otaqlarda radiator və ip pisdir yəni. Qoşa, daşdır. Yəni görsünüz ölçüləri, təzə aboylar, hamısı təptəzə. Çünki 3 otaqlı bu qiymətə sən ev tapa bilməzsən. Həqiqətən burada bir dənə qəşəng hamam sanuzelidir. Bir dənə də burada yataq otağıdır. Ölçülər yaxşı, qiyməti hamısından yaxşı. Qiymət haqqında məlumat verim, sonra keçin mətbəxlikdən tanış edəcəm. Qiymət 39.000 manatdır. Əşyalı götürsün amma nə var hamısı qalsa 1-2 əşyadan başqa elektronik 43.000-ə deyilir. Real puldan gəl, daşısın, evin yəsindən özün söhbət eləyirsən. Mərkəzi kanalizasiyaya qədər yəni burada var. Buradan gəldi, burada da bir dənə geniş mətbəxdir. Mətbəx belə əşyalı, əşyası onsuz da qalacaq, kombi qalacaq. Çıx bir dənə çöldən də tanış olaq. Ya bu da çöldən görünüşüdür, üstü paketli, çən nə qədər var. Həyətin rahatlıqdan bir maşın daxil olur. Başqın şoçuk orada. Buradan gəldi. Və burada da oturub durmalı normal həyətim var. Bura kombi otağıdır. Baxın, kombisi,